Dişinizdə plomb var, amma gülümsəyəndə görünür. Pasientlərim mənə tez-tez belə bir sual verir. Estetik plomb ilə adi plombun fərqi nədir? Gəlin bunu sadə izah edim. Adi klassik plombların əsas məqsədi dişi çürükdən təmizləyib funksiyanı bərpa etməkdir. Yəni diş çeynəsin, işləsin, amma görünüş hər zaman ideal olmur. Xüsusilə ön dişlərdə tünd və ya metal rəngli plomblar diqqət çəkə bilər. Estetik plomblarda isə məqsəd sadəcə müalicə deyil, həm də gözəllikdir. Bu plomblar dişinizin rənginə uyğun seçilir və qat-qat tətbiq olunur. Nəticədə plomb demək olar ki, görünmür və dişiniz tam təbii görünür. Üstəlik, daha yaxşı yapışma, daha təbii forma, daha estetik gülüş. Yəni qısa desək, adi plomb dişi bərpa edir, estetik plomb isə dişi həm bərpa edir, həm də gözəlləşdirir. Əgər siz də köhnə plomblarınızdan narazısınızsa və ya gülüşünüzü daha estetik etmək istəyirsinizsə, müayinəyə gecikməyin. Yazın, sizə ən uyğun, doğru müalicəni birlikdə seçək.